Salam müəllimlər. Sizlər üçün idman oyunları haqqında kiçik bir PDF hazırlamışam. Bu PDF-də idman oyunlarının bir-biri ilə oxşar cəhətləri, fərqli cəhətləri, əlaqəsi qruplaşdırmışam. Bu informasiya sizlər üçün önəmli olacaq deyə düşünürəm. Vaxt itirmədən başlayaq suallarımız və cavablarımız. Təbii ki, mənim hazırladığım PDF-ləri bir çox müəllimlər bilir. Suallar və altında cavabları. Suallar qara rəngdə, cavabları isə qırmızı rəngdə qeyd olunubdur. Bu PDF də onlardandır. Sırf idman oyunlarının oxşar cəhətləri, fərqli cəhətləri, oxşar cəhətləri bu PDF-də yer alır. Başlayaq. Birinci sual. Birinci sualda qeyd olunur ki, hansı idman oyunlarına əlavə vaxt verilmir? Bilirsiniz ki, futbol oyunu 90 dəqiqə davam edir, əlavə vaxt 15-15 artırılır. Handbol oyunu əlavə vaxt var, futzalda əlavə vaxt var. Və voleybolla badmintonda əlavə vaxt verilmir. Niyə? Çünki bunlar setlərlə oynanılır, xalla oynanılır və burada müəyyən xala çatmış komanda oyunun qalibi olur. Bir də əsasən onu vurğulayım ki, sualların çoxusu hansı sözü ilə başlayır. Yəni cümlənin başlanğıcı hansı ilədir? Daha çox buna rast gələcəyik. Hansı idman oyunlarında əlavə vaxt verilmir? Voleybol, badminton. Bunlarda əlavə vaxt olmur. Setlərlə oynanılır. Hansı idman, ikinci suala baxırıq. Hansı idman oyunlarında məğluba xal verilir? Aha. Biz burada nəyi qeyd edirik? Məğlub olan komandaya da xal verilir. Hansı idman oyunlarında? Basketbol, 3x basketbol, voleybol. Bildiyiniz kimi basketbolda məğluba 2 xal verilir. Məğluba 2 xal, qalibə 2 xal verilir. Məğluba isə 1 xal verilir. 3x basketbol əsasən protokolda qalibin qarşısında W işarəsi yazılır, məğlubun qarşısında 0 işarəsi yazılır. Və xalla oynanılarsa, yenə orada da qalibə 2, məğluba 1 verilir. Voleybol oyununda isə 3-0 və 3-1 hesabı ilə oyun bitərsə, qalibə 3, məğluba 0-dır. Əgər 3-2 bitərsə, yəni 5 set oynanılarsa, bu zaman qalibə 2 xal, məğluba isə 1 xal veriləcəkdir. Növbəti sualımıza baxırıq. Üçüncü sual. Hansı idman oyunlarında time-out müddəti 30 saniyədir? 3x basketbol, bir də voleybol. Bu iki idman oyununda time-out müddəti 30 saniyədir. 3x basketbolda oyun 10 dəqiqə davam edir və yaxud da komandalardan biri 21 xala qədər 21 xal toplayarsa oyunun qalibi sayılır və bu 10 dəqiqə ərzində bir komanda yalnız bir dəfə 30 saniyəlik time-out götürür. Əgər əsas oyun 10 dəqiqə müddətində hesab bərabər olarsa, əlavə hissələr oynanılır 1 dəqiqədən sonra və bu zaman əsas hissədə götürülməyən time-out əlavə hissəyə keçir. Voleybolda isə 30 saniyədir time-outun müddəti. Hər setdə 2 dəfə komanda time-out götürmək hüququ var. Gəldik 4-cü suala. Hansı idman oyunlarda oyunçu dəyişikliyi zamanı hakimdən icazə alınır? Futbol, basketbol, voleybol. Bu 3 idman oyununda oyuncu dəyişikliyi zamanı hakimdən icazə alınır. Bildiyiniz kimi futbolda 3 cəhdə 5 oyuncu dəyişikliyi aparılır, edilir. Basketbolda oyuncu dəyişikliyinə oyun əsnasında 40 dəqiqə ərzində məhdudiyyət yoxdur, amma hakimdən icazə alınır. Voleybolda isə hər setdə 6 oyuncu dəyişikliyi var və hakimdən icazə alınır. 5-ci suala baxırıq. Hansı idman oyunlarında oyuncu dəyişikliyi zamanı hakimdən icazə alınmır? 4-cü sualda hakimdən icazə alınırdı. Amma 5-ci sualda deyir ki,
Hansı idman oyunlarda oyunçu dəyişikliyi zaman hakimdən icazə alınmır? 3-3 basketbol, handbol, futsal. Bu 3 idman oyununda oyunçu dəyişikliyi zamanı hakimdən icazə alınmır. Və burada bir kiçik nüansı deyim. Oyunçu dəyişikliyi zamanı, oyunçu dəyişikliyi zonası handbolda 4 metr yarımdır. Futzalda isə bu 5 metrdir. Oyunçu dəyişikliyi zonası. Aydındır. 3-3 basketbolda isə oyunçu dəyişikliyinə məhdudiyyət yoxdur. Növbəti sual. 6-cı sual. Hansı idman oyunlarında oyunçu dəyişikliyinə məhdudiyyət yoxdur? Bilirsiniz, bəzi idman oyunlarında oyunçu dəyişikliyinə məhdudiyyət var. Amma bəzilərində isə məhdudiyyət yoxdur. Yəni, istədiyi qədər oyunçu dəyişikliyi aparıla bilər. Basketbol, 3-3 basketbol, handbol, futzalda oyunçu dəyişikliyinə məhdudiyyət yoxdur. Digərlərində isə futbolda 3-5 oyunçu dəyişikliyi var. Voleybolda isə bir set ərzində, bir hissə ərzində 6 oyunçu dəyişikliyinə icazə var. 7-ci suala baxırıq. Hansı idman oyununda əsas hissədə edilməyən oyunçu dəyişikliyi əlavə hissəyə keçir? Futbol. Futbolda əsas hissədə əgər cəhdin də qalıbsa, oyunçunun da qalıbsa da bu əlavə hissəyə keçir. 8-ci suala baxırıq. Hansı idman oyununda oyuncu dəyişikliyi zamanı oyunculardan bir qismi hakimdən icazə alır, bir qismi isə hakimdən icazə almır? Bu voleybol idman oyunudur. Voleybolda 6 oyuncu dəyişikliyi var. 6 oyuncu dəyişikliyi zamanı hakimdən icazə alınır. Libero isə oyuncu dəyişikliyinə aidiyyatı yoxdur. Bilirsiniz, libero 5-ci zonadan 4-cü zonaya keçid edəndə oyuncu dəyişikliyinə gedir. Bu zaman arxa zonadan oyuncu dəyişikliyinə gedir və hakimdən icazə almır. Bu səbəbdən də 6 oyuncu dəyişikliyi hakimdən icazə almır. Liberonun oyuncu dəyişikliyi isə hakimdən icazə almır. 9-cu suala baxırıq. Hansı idman oyununda texniki time-out var? Bizim bu, istər sertifikasiya olsun, istər MIQ olsun, çərçivə sənədində 8 idman növü var. Onlardan yalnız badmintonda texniki time-out var. Digərlərində isə time-outdur. Bəzilərdə ümumiyyətlə time-out yoxdur, amma yalnız texniki time-out badminton idman oyunundadır. Hansı idman oyunlarında 8 saniyə qaydası var? 3 idman oyununda 8 saniyə qaydası var. Futbol. Futbolda qapısı top əldə saxlama 8 saniyədir. Bildiyiniz kimi birinci 8 saniyədən çox saxladı. Hakim şifahi xəbərdarlıq verir. Rəqib küncdən zərbə ilə oyuna daxil edir. İkinci dəfə olarsa sarı kart yenə rəqib küncdən başlayır. Üçüncü səfər qırmızı kart, rəqib yenə küncdən başlayır. İkinci basketboldur. Mərkəz xəttini keçmək və yaxud da öz zonandan rəqibə aid zonaya keçmədir. 8 saniyə qaydası. Voleybol oyunu 3-cü voleyboldur. Servisdən topu oyuna daxil etmə 8 saniyədir. Və 8 saniyədən gec daxil edərsə servis haqqı və xal rəqibə keçir. Hakimin fitindən əvvəl servisi başlayarsa servis təkrarlanır. 11-ci suala baxırıq. Hansı idman oyunlarında əsas hissələr arası fasilə 15 dəqiqədir? Futbolda əsas hissələr arası 15 dəqiqə, basketbolda hissələr arası 15 dəqiqə, periodlar arası 1-ci, 2-ci period 2 dəqiqə, 3-cü, 4-cü period 2 dəqiqə, 2-ci, 3-cü period arası 15 dəqiqə. Futzalda yenə hissələr arası 15 dəqiqə, handbolda hissələr arası 10 dəqiqədir, beynəlxalq yarışlarda 15 dəqiqədir. Hansı idman oyunlarında qırmızı kart alan oyuncu oyundan kənarlaşmır, oyunda qalıb oynayır? Bu voleybol və badmintondur. Bilirsiniz ki, bir çox idman növlərində istər futbol, futsal, handbol olsun, oyuncu qırmızı kart aldı, oyundan kənarlaşır. Voleybolla badmintonda isə oyuncuya hakim tərəfindən qırmızı kart veriləndə oyuncu oyundan kənarlaşmır, oyunda qalıb oynayır. Bir xal və servis haqqı rəqibə keçir. Bu, voleybol və badmintondadır. 13-cü suala baxırıq. Hansı idman oyununda time-out yoxdur?
Bilirsiniz ki, time-out könüllüdür, texniki time-out məcburidir. E, Və bəzi idman oyunlarında ümumiyyətlə time-out yoxdur. Bu badmintondur. Badmintonda time-out yoxdur. Texniki time-out var. 60 saniyədir. Komandalardan biri 11-ci xala çatanda bu texniki time-outa gedilir. Futbolda time-out yoxdur. Şahmatda time-out yoxdur. Hansı idman oyunlarında oyunçu oyundan kənarlaşdırıldıqda əsas heyət bərpa olunur? Aha, bu handboldur, futzaldır, basketboldur, voleyboldur, 3-3 basketboldur. Bu 5 idman növündə oyunçular qırmızı kart alıb oyundan kənarlaşarsa və yaxud da diskvalifiyə edilərsə, yerinə əsas heyətdən kimsə gəlir, üzr istəyirəm, ehtiyat heyətdən kimsə gəlir, əsas heyət bərpa olur. Amma 15-ci suala baxırıq. Hansı idman oyunlarda oyunçusu oyundan kənarlaşdırıqda əsas heyət bərpa olunmur? Futboldur. Deməli, bu 14-cü sualda 5 idman növü əgər oyunçu oyundan kənarlaşdırılırsa, yerinə ehtiyatdan oyunçu gəlir, başqa bir oyunçu gəlir, əsas heyət bərpa olunur. Ancaq 15-ci sualda isə futbolda oyuncu qırmızı kart alarsa, komanda azlıqda oynayır. Əsas heyət bərpa olunmur. 16-cı suala baxırıq. Vaxtla oynanılmayan idman oyunları. Vaxtla oynanılmayan idman oyunları yenə voleybol, badmintondur, setlərlə oynanılır, müəyyən xala qədər oynanılır. 17-ci suala baxırıq. Hansı idman oyunlarında kart anlayışı yoxdur? Bu basketbol və 3-3 basketboldur ki, burada oyunçunun foul limiti var basketbolda və hər ikisində komandanın foul limiti var. Kart anlayışı basketbol və 3-3 basketbolda yoxdur. 18-ci suala baxırıq. Hansı idman oyunları təmiz vaxtla oynanılır? Aha. Bilirsiniz ki, idman oyunlarının bəziləri təmiz vaxtla oynanılır, bəziləri ümumiyyətcə vaxtla oynanılır, bəziləri isə vaxtla oynanılmır. Vaxtla oynanılmayan 16-cı sualdakı voleybol, badmintondur. Təmiz vaxtla oynanılan isə basketbol, 3-3 basketbol, futzaldır. Bu 3 idman oyunu təmiz vaxtla oynanılır. Bu nə anlamına gəlir? Yəni, top meydandan çıxarsa, bu zaman saniyə ölçən cihaz dayanır, vaxt dayanır. Təmiz top meydanda olarsa, canlı olarsa, vaxt işə salınır. 19-cu suala baxırıq. Hansı idman oyununda heç-heçə, yəni bərabərlik olmur? Bu basketbol, 3-3 basketbol, voleybol, badminton. Bu idman oyunlarında, 4 idman oyununda bərabərlik olmur. Buna bir növ qısaca biz deyirik ki, açar söz olaraq, səbətlə və torla oynanılan idman oyunlarında bərabərlik olmur. 20-ci suala baxırıq. Hansı idman oyunlarında heç-heçə bərabərlik olmur və təmiz vaxtla oynanılır? Aha. 19-cu sualda deyirdi ki, hansı idman oyunlarında bərabərlik olmur? Basketbol, 3-3, voleybol, badminton. 20-ci sualda isə bizdən soruşur ki, bu idman oyunlarında bərabərlik olmur və təmiz vaxtla oynanılır. Bu basketboldur, 3-3 basketboldur. Burada həm bərabərlik olmur və təmiz vaxtla oynanılır. 21-ci suala baxırıq. Hansı idman oyunları təmiz vaxtla oynanılır və heç-heçə bərabərlik olur? Bu futzal idman oyunudur. Futzal idman oyunu təmiz vaxtla oynanılır və bərabərlik olur. Bildiyiniz kimi qalibə 3 xal verilir, məğluba 0, bərabərliyə isə 1 xal verilir. 22-ci suala baxırıq. Hansı idman oyunlarında heç-heçə bərabərlik olmur və vaxtla oynanılmır? Bu isə voleybol, badmintondur. Burada həm bərabərlik olmur, qalib mütləq müəyyən olunmalıdır və vaxtla da oynanılmır. Yenə də deyirəm, deməli, 20-ci sualda
bərabərlik olmur, təmiz vaxtla oynanılır. 21-də deməli heç-heçə olur, təmiz vaxtla oynanılır. 22-ci sualda isə heç-heçə olmur, vaxtla da oynanılmır. Bu voleybol və badmintondur. 23-cü suala baxırıq. Topla oynanılan hansı idman növündən Azərbaycan Olimpiya oyunlarına komanda göndərib? Bu 3-3 basketboldur. Azərbaycan komandalı idman növündə yalnız topla oynanılan idman növündə yalnız 300 basketboldan Olimpiya oyunlarına komanda göndərib. 24-cü suala baxırıq. Hansı idman oyunlarında qapıçı önə çıxmaması üçün xüsusi xətt çəkilir? Bu handbol və futzaldır. Handbolda deməli, handbolda 7 metrlik penalti zamanı qapıçı 4 metr irəli çıxa bilir. Futzalda isə 10 metrlik penalti zamanı qapıçı 5 metr irəli çıxa bilir və onların irəli çıxmaması üçün müəyyən bir xüsusi xətt çəkilir. 25-ci suala baxırıq. 25-ci sualda hansı idman oyunda əlavə hissədə time-out var? Bu basketboldur. Basketbolda bildiyiniz kimi oyun əsnasında bir komanda 5 time-out götürür. 5 time-outun sona 2 dəqiqə qalmış, 2 dəqiqədən az vaxt qalarsa time-outların hamısı durursa biri silinir və əgər əlavə hesab bərabər olarsa 2 dəqiqə fasilədən sonra 5 dəqiqəlik əlavə hissələr oynanılacaq. Qalib müəyyən olunana kimi və bu zaman hər hissədə, əlavə hissədə komandanın bir time-out götürmək imkanı var, hüququ var və time-outun müddəti də 60 saniyə və yaxud 1 dəqiqədir. 26-cı suala baxırıq. Hansı idman oyunları qalibə 3 xal verilir? Bilirsiniz ki, bir çox idman oyunları var ki, qalibə, məğluba, bərabərliyə xal verilir. Onlardan 3 xal verilən futboldur, futzaldır, voleyboldur. Bunlar qalibə 3 xal verilir. Bir nüansı da nəzərinizə çatdırım. Voleybolda deməli, əgər 3 set oynanılarsa, 3 set və ya 4 set oynanılıb qalib müəyyən olunarsa, bunu 3-0 və ya 3-1 hesabı ilə oyun bitərsə, bu zaman qalibə 3, məğluba 0 xal verilir. 27-ci suala baxırıq. Hansı idman oyunlarında qalibə 2 xal verilir? Basketbolda qalibə 2, məğluba 1, 3-3-də yenə qalibin qarşısına W, məğlubun qarşısına 0. Əgər xalla oynanılarsa, bu zamanda qalibin xalla oynanırsa qalibə 2, məğluba 1-dir. Voleybolda 5 set oynanılarsa, yəni hesab 3-2 bitərsə, 5 set oynanırlarsa, bu zaman qalibə 2, məğluba isə 1 xal verilir. Handbolda da qalibə 2, məğluba 0, bərabərliyə isə 1 xal verilir. Gəldik 28-ci suala. Hansı idman oyunlarında topun çəkisi kişi və qadın kateqoriyalarına ayrılır, fərqlidir? Bu basketboldur, handboldur. Basketbolda qadınlarda topun çəkisi bir dəqiqə bunu qeyd eləyək ki, bir çox müəllimlər görsəl olaraq yadında saxlasın. Qadınlarda deməli, 510, 550 qramdır. Kişilərdə isə 580, 620 qramdır. Handbolda qadınlarda topun çəkisi 325, 375, kişilərdə isə 425, 475. Fərq burada 100 qramdır. Kişi və qadınlarda fərq 100 qramdır.
Deməli, hansı idman oyunlarında topun çəkisi kişi və qadın kateqoriyalarına bölünür? Bu basketbol və həndbola aiddir. 29-cu suala baxırıq. Hansı idman oyunlarında komandanın əsas heyəti tam tərkibdə oyuna çıxmağı mütləqdir? Bilirsiniz, ümumiyyətlə komandanın əsas heyəti və komandanın heyəti var, ümumi heyəti, əsas heyəti var və əlavə heyəti var. Və əsas heyəti tam tərkibdə oyuna çıxmağı mütləq olan idman növləri var. Bu, basketboldur, 3x basketboldur, voleyboldur. Basketbolda əsas heyət mütləq 5 nəfərlə meydana çıxmalıdır. 3x basketbol əsas heyət 3 nəfər meydana çıxmalıdır. Voleybolda da 6 nəfər meydana mütləq şəkildə çıxmalıdır. Aha. Gəldik 30-cu suala. Hansı idman oyunlarında komandanın əsas heyəti oyuna çıxmağı minimum və maksimum ola bilər? Deməli, həndbolda biz burada maksimumu yazacağıq. Maksimum. Deməli, bir də burada minimumu yazırıq. Minimum. Deməli, həndbolda maksimum 7 nəfərdir, minimum isə 5 nəfərdir. Futbolda maksimum 11 nəfərdir, minimum 7 nəfərdir. Futzalda isə maksimum 5 nəfərdir, əsas heyət minimum 3 nəfərlə meydana çıxa bilər. Deməli, sertifikasiya sənədində istər MİQ və sertifikasiya proqramında 8 idman növünə yer verilir. Onlardan 3-ü əsas heyət, mütləq şəkildə tam tərkibdə oyuna çıxmağıdır. 3-ü isə minimum və maksimumla çıxa bilər. Deməli, minimum maksimumla çıxan həndbol, futbol, futzaldır. Həndbol 7 nəfərdir, minimum 5 nəfərlə, futbol 11 nəfərdir, minimum 7 nəfərlə, futzal 5 nəfərdir, minimum 3 nəfərlə meydana çıxa bilər. 31-ci suala baxırıq. Hansı idman oyunlarında komandanın əsas heyəti tam tərkibdə oyuna çıxır və oyun əsnasında komanda azlıqda oynaya bilər? Maraqlı sualdır. Bu, basketbol və 3x basketboldur. Basketbolda əsas heyət mütləq 5 nəfərlə meydana çıxa bilər. Oyun əsnasında isə 2 nəfərlə oynaya bilər. 2-dən az oyuncusu qalarsa, texniki məğlubiyyət veriləcək. 3x basketbolda mütləq 3 nəfərlə çıxa bilər. Oyun əsnasında 1 nəfərlə oynaya bilər. Birdən az oyuncusu qalarsa, yəni 0 oyuncusu oynamağa qalmazsa, bu zaman texniki məğlubiyyət verilir komandaya. Bu da belə. 32-ci suala baxırıq. Hansı idman oyunlarında komandanın əsas heyəti tam tərkibdə oyuna çıxır və oyun əsnasında komanda azlıqda oynaya bilməz? Maraqlı sualdır. Bu, voleyboldur. Yalnız voleybolda, deməli, tam tərkibdə əsas heyət 6 nəfərlə meydana çıxır. Bu zaman, əgər ehtiyatda oyuncusu qalmazsa, o oyunculardan zədələnərsə, oyunculardan cəza alarsa, istər hər iki əldən, istər o hissədən xaric olsun, istər oyundan xaric olsun, komanda 6-dan az oyuncusu qalarsa 5 nəfər, bu zaman texniki məğlubiyyət veriləcək. Voleybol oyunu yalnız voleybol oyunundadır ki, 6 nəfər mütləq meydana çıxmalıdır və mütləq 6 nəfər də bitirməlidir. Azla oynaya bilmir. Gəldik 33-cü suala. Hansı idman oyununda oyun püşkatma ilə başlamır? Bilirsiniz ki, kimin birinci başlayacağını müəyyən etmək üçün püşkatma keçirilir bir çox idman növlərində. Yalnız basketbolda oyun püşkatma ilə başlamır. Hava atışı ilə başlayır. Hakim ortada dayanır, topu havaya atır. Hansısa bir komanda topu sahiblənirsə, bu zaman hücum vaxtı qurulur.
Hücum 24 saniyədir basketbolda. Püşk atma ilə başlamır. 34-cü suala baxırıq. Hansı idman oyunlarında maksimum bir dəfə püşk atma keçirilir? Aha, maksimum deyir. Burada 3 basketbol, badminton, şahmat. Bu 3 idman oyununda oyunun əvvəli bir dəfə püşk atma keçirilir və iftyo. Burada kimin başlayacağı əvvəlcədən müəyyən olunur. 3 basketbolda deməli oyunun əvvəli keçirilir, qalib gələn pozisiyonu seçir, ya indi başlayacağını, ya da əlavə hissələrdə əlavə müddətsiz overtime-da başlayacağını seçir. Badminton idman oyununda yalnız bir dəfə keçirilir. İkinci hissədə birinci hissənin, ikinci setdə kim başlayır? Birinci setin qalibi. Əgər üçüncü set oynanırlarsa kim başlayır? İkinci setin qalibi. Şahmatda da bir dəfə keçirilir oyunun əvvəli və qalib gələn ağ rəngli fiqurları seçir. Ağ rəngli fiqurlar da şahmatda birinci başlayır. 35-ci suala baxırıq. Hansı idman oyunlarında maksimum 2 dəfə püşk atma keçirilir? Bu voleyboldadır. Voleybolda 2 dəfə keçirilir. Birinci setin əvvəli, bir də əgər 5-ci set oynanırlarsa, 5-ci setin əvvəli püşk atma keçirilir. 36-cı suala baxırıq. Hansı idman oyunlarında maksimum 4 dəfə püşk atma keçirilir? Bu futboldur, futzaldır, handboldur. Burada biraz izaha ehtiyac var. Deməli, futbol oyunu bilirsiniz ki 90 dəqiqə oynanılır. 45 və əgər qalib mütləq müəyyən olunmalıdırsa, bu zaman 15 dəqiqə, üstəgəl 15 dəqiqə əlavə hissələr oynanılacaq. Əgər burada da qalib müəyyən olunmazsa, 120 dəqiqə oynanılandan sonra hər komanda 5 dəfə penalti yerinə yetirir. Deməli, 4 dəfə maksimum nə zaman püşk atma keçirilir? Futbolda birinci hissənin əvvəli püşk atma keçirilir. Əlavə hissənin əgər oynanırlarsa birincisinin əvvəli püşk atma keçirilir və penaltilər seriyasında da 2 püşk atma keçirilir. Qapını seçirlər və ilk zərbəni kim endirəcəksə onu seçirlər. Gəldi indi futzalın izahına. Futzalın izahında hər hissə 40 dəqiqə oynanılır, hər hissə 20 dəqiqə oynanılır, üstəgəl 20 dəqiqə və əlavə hissələr oynanılarsa, bu da 5 üstəgəl 5-dir. Yəni, futsal oyunu minimum neçə dəqiqədir? 40 dəqiqə, maksimum neçə dəqiqə oynanılır? 50 dəqiqə və hər komanda 5 dənə penal yerinə yetirir. Və burada da yenə oyunun əvvəli, birinci hissənin əvvəli püşk atma keçirilir. Əlavə hissələr oynanılarsa birincisinin əvvəli, ikinci püşk atma keçirilir və qalib müəyyən olunmazsa 2 dənə də püşk atma burada olur. Yenə qapı və ilk zərbəni seçmək üçün püşk atma keçirilir. Gəldik handbol idman növünə. Handbol idman növü 60 dəqiqə oynanılır. 2 hissə 30 üstəgəl 30-dur. Əlavə hissələr burada fərqlidir. Deməli, əlavə hissələr 2-5 dəqiqəlik əlavə hissələr oynanılır. Əgər qalib müəyyən olunmazsa, yenə 2-5 dəqiqəlik əlavə hissələr oynanılır. Bunu düzəldim. Biz müəllimlər yanlış başa düşər. Deməli, 2 dənə 5 dəqiqəlik əlavə hissələr oynanılır və bu zamanda yenə qalib müəyyən olunmazsa, mütləq qalib müəyyən olunmalısa 5 dəfə penalti zərbəsi. Deməli, bu zamanda birinci hissənin əvvəli birinci püşk atma keçirilir. İlk əlavə hissənin birincisinin 5 dəqiqəsi ikinci püşk atma keçirilir. Yenə qalib müəyyən olunmazsa, bu 10 dəqiqə ərzində qalib müəyyən olunmazsa, ikinci 2-5'lik əlavə hissə yenə oynanılır. Bu zaman üçüncü püşk atma keçirilir və bu zaman qalib müəyyən olunmazsa penaltilərə gedilir. Penaltilərdə isə bir püşk atma keçirilir. Yəni, sonuncu, dördüncü püşk atma. Deyə bilərsiniz ki, niyə
Futbolda, futzalda penaltidə 2 püşkatma keçirilir, qapı və ilk zərbə. Burada isə 1 püşkatma keçirilir. Ona görə ki, həndbolda qapını hakim seçir. Yalnız 1 püşkatma. İlk zərbəni kim yerinə yetirəcəksə, ona onun üçün püşkatma keçirilir. İlk zərbəyə görə. Növbəti suala baxırıq. 37-ci suala baxırıq. Hansı idman oyunlarında tavanın minimal hündürlüyü var? Maraqlı sualdır. Deməli, voleybolda tavan hündürlüyü 12 metr yarımdır. Futzalda minimum 4 metrdir. Badmintonda isə 7-9 metr aralığında olur. 7-8-9 metr aralığında olmağı şərtdir. Tavanın minimal hündürlüyü voleybolda, futzalda, badmintonda tavanın hündürlüyü göstərilir. Aha. Gəldik 38-ci suala. Hansı idman oyunlarında oyunun sonuna müəyyən vaxt qaldıqda time-outların hamısı qalıbsa biri silinir? Bu basketboldur, həndboldur. Bilirsiniz ki, basketbolda 2 dəqiqə qalmış time-outların hamısı durursa biri silinir. Həndbolda isə 5 dəqiqə qalmış time-outların ikisi durursa biri silinir. Basketbolda bir komanda 40 dəqiqə ərzində 5 time-out götürə bilir. İkisini birinci hissədə, üçünü ikinci hissədə. Həndbolda isə beynəlxalq yarışlarda, yenə altını çizərək deyirəm, beynəlxalq yarışlarda 3 time-out olur. Biri birinci hissə, ikincisi ikinci hissədə, üçüncü isə neytral olur, ortada olur. Onu istəyərsən birdə götürərsən, istəyərsən ikinci hissədə götürərsən. 39-cu suala baxırıq. Hansı idman oyunları təklər, cütlər, qarışıq cütlər növləri var? Bu badmintondur. Badminton 3 cür oynanılır. Təklərlə, cütlərlə, qarışıq cütlərlə. Qarışıq cütlər nədir? Bunun növbəti sualda izahını verəcəm. Qarışıq cütlər, yəni kişi və qadın eyni komandada oynaya bilir. Bu badminton idman oyunudur. Badminton hər 3 növü Olimpiya oyunları proqramına daxildir. Yəni klassik növdür. 40-cı suala baxırıq. Hansı idman oyununda kişi və qadınlar bir komandada oynayırlar? Bu badminton qarışıq cütlərdir. 41-ci suala baxırıq. Hansı idman oyunlarında sonuncu mərhələdə komandalardan biri müəyyən xala çatdıqda komandalar meydanda yerlərini dəyişirlər. Bu voleybol idman oyunu, badminton idman oyunudur. Deməli, sonuncu mərhələyə çatanda, yəni 5-ci setdə 8-ci xal bir komanda 8-ci komandalardan biri 8-ci xala çatanda meydanda yerlərini dəyişirlər. Badmintonda isə 11-ci xala çatanda, yəni sonuncu 3-cü setdə 11-ci xala çatanda komandalar meydanda yerlərini dəyişirlər. 42-ci suala baxırıq. Hansı idman oyunlarında əsas hissədə götürülməyən time-out əlavə hissəyə keçir? Bu 3-3 basketboldur. 3-3 basketbolda 10 dəqiqə ərzində hər komanda bir time-out götürə bilir. Time-outun müddəti 30 saniyədir və bu əsas hissədə time-out götürmədinsə, əlavə hissə oynanılarsa, bu zaman əlavə hissəyə keçir. Amma əlavə hissədə komanda time-out götürmək hüququ olmur. Yalnız basketboldadır ki, əlavə hissədə komandanın bir time-out götürmək hüququ var. 43-cü suala baxırıq. Hansı idman oyunlarının Azərbaycanda yaranma tarixləri 1920-ci ilə təsadüf edir? Bu, basketbol və şahmatdır. Basketbol da 1920-də, şahmat da 1920-də Azərbaycanda yaranma və inkişaf etmişdir. 44-cü suala baxırıq. Hansı idman oyunlarında əsas vaxt ərzində time-outun cəmi ayrılan vaxt eyni olan idman oyunları hansılardır? 5 dəqiqə. Bu, voleybol və basketboldur. Bilirsiniz ki, voleybolda hər hissədə 2 time-out olur, 30 saniyədir. Yəni, loru dillə desək, hər hissədə 1 dəqiqə maksimum. Basketbolda isə 5 dəfədir, 5 dəqiqə. Voleybolda da 10 dəfə time-out götürülür 5 hissə ərzində. Bu da
5 dəqiqə edir. Yəni oyun ərzində, əsas vaxtı oyun ərzində time-outların cəmi ayrılan vaxt eyni olan idman oyunları voleyboldur 5 dəqiqə, basketboldur 5 dəqiqə. 45-ci suala baxırıq. Futbol, basketbol, voleybol idman oyunun oxşar cəhəti nədir? Bu 8 saniyə qaydasıdır. 8 saniyə qaydası hər üçündə də var. 46-cı sual. Hansı idman oyunudur ki, ehtiyatda olan oyunçu sayı hakim heyətinin sayına bərabərdir? Bu, basketbol idman növüdür. Basketbolda bilirsiniz ki, 5 əsas, 7 ehtiyat. Cəmi 12 nəfər komandanın heyəti olur. Deməli, 7 ehtiyat. Bizdən nə istəyir? Deyir, ehtiyatda olan oyunçu sayı hakim heyətinə. Basketbolda ehtiyatda 7 nəfərdir. Hakim heyəti isə 7 nəfərdir. 7 hakim heyəti var. Bunlardan 3-ü meydandır. 4-ü isə masa hakimidir. Bu sualın cavabı basketbol idman növüdür ki, 7 hakimdir, 7 də ehtiyat oyunçuları olur. Qırx 7-ci suala baxırıq. Hansı idman oyununda qara kartdan istifadə olunur? Badminton. Bildiyiniz kimi badmintonda 3 kartdan istifadə olunur. Deməli, sarıdır, qırmızıdır, qara kartdır. Qara kart ən ağır cəza kartıdır. 1 il oyundan kənarlaşdırma olur. 48-ci suala baxırıq. Hansı idman oyununda mavi kartdan istifadə olunur? Bu, handbol idman növüdür ki, mavi kartdan istifadə olunur. Hansı idman, 49-cu suala baxırıq. Hansı idman oyununda 4 cür rəngli kartdan istifadə olunur? Bu, handboldur yenə. Handbolda 4 cür rəngli kartdan istifadə olunur. Sarı, qırmızı, mavi, yaşıl. Diskalifiya kartları qırmızı ilə mavidir. Yaşıl kart isə məşqçidə olur. T1, T2, T3. Məşqçi hər dəfə time-out götürmək istəyəndə kartlardan birini aparıb hakim masasının üzərinə qoyur və time-out tələbində bulunur, türklər demiş. 50-ci suala baxırıq. Hansı idman oyunda hakim sarı və qırmızı kartı bir əlində üst-üstə qoyub oyunçuya göstərir? Bu, voleybol idman növüdür ki, 2 kartı üst-üstə qoyub oyunçuya göstərə bilirlər. Bu, hissədən xaricdir. Hissədən xaric. Deməli, üst-üstə qoyub, diqqət edin ha, sarı və qırmızı, bax, qeyd eləyirəm, sarı və qırmızı üst-üstə qoyub bir əlində. Sarı və qırmızı bir əlində üst-üstə qoyub oyunçuya göstərir. Bu hissədən xaricdir. Voleybol idman növündədir. Bir dənə voleybol idman növündədir ki, sarı ilə qırmızını 2 kartı üst-üstə qoyub göstərirlər. 51-ci suala baxırıq. Komandanın heyəti 12 nəfərdən ibarət olan idman oyunları. Bu, basketboldur, voleyboldur. Basketbolda 5 əsasdır, 7 ehtiyatdır. Voleybolda isə 6 əsas, 6 ehtiyatdır. 52-ci suala baxırıq. Komandanın heyəti 14 nəfərdən ibarət olan idman oyunları. Bu, handbol və futzaldır. Handbolda 7 əsas, 7 ehtiyatdır. Futzalda 5 əsas, 9 ehtiyatdır. Beynəlxalq yarışlarda isə hər iki komandanın razılığı ilə 2 nəfər ehtiyat oyuncusu artırıla bilər. 53-cü suala baxırıq. Hansı idman oyunları 21 xala kimi oynanılır? Bu, badminton və 3-3 basketboldur. Badminton 21 xala qədər oynanılır. 21 xala çatan oyuncu, komanda qalib müəyyən olunur. Rəqiblə arasında 2 xal fərqi olmalıdır. Əgər 2 xal fərqi yoxdursa da 2 xal fərqi yaranana qədər oynanılır. Maksimum isə
30 xalla qədər oynanılır. 30-cı xalla qazanan ilk oyunçu oyunun qalibi sayılır. Minimum 21 xalla qədər oynanılır, maksimum 30 xalla qədər oynanılır. Badminton idman növü. 3-3 basketbol isə yenə 21 xalla qədər oynanılır və 10 dəqiqə oynanılır. 10 dəqiqədən tez 21 xallı qazanan komanda oyunun qalibi hesab olunur. 54-cü suala baxırıq. Komandanın foul limiti olan idman oyunları. Bu basketboldur, 3-3 basketboldur, futzaldır. Basketbolda komandanın foul limiti 4-dür. 4 limitdir. Bundan sonra limiti doldurur və 5 və ondan sonrakılarda isə iki komandanın əleyhinə 2 atış verilir. 300 basketbolda komandanın foul limiti 6-dır. 7, 8, 9-cu olunarsa 2 atış verilir. 10 və daha çox 2 atış və topa sahib olmaq. Futzalda isə komandanın foul limiti 5-dir. Bu 5 yalnız cərimə qayda pozuntularına aiddir. Sərbəst zərbələrə aid deyil. 6 və 5 limitdir. 5-dən sonraki nə edərsə, bu 10 metrəlikdən birbaşa komandanın qapısına zərbə vurulur və bir dənə də nüans var. Bu 10 metrəlikdən ikinci penalti nöqtəsindən zərbə yerinə yetirilərkən canlı sədd qurulmasına icazə verilmir futzalda. 55-ci suala baxırıq. Hansı idman oyunlarında hakimiyyəti 4 nəfərdən ibarətdir? Bu, hakim ümumi heyəti. Həndboldur, futboldur, futzaldır. Həndbolda da 4 hakim var, 2 masa, 2 meydan. Futbolda 4 hakim heyəti var. Biri baş hakim, ikisi yan xət hakimləri, bayraq hakimləri. Dördüncü isə tablo hakimi deyirlər, hakim köməkçisi. Futzalda da yenə 2 meydan, 2 masa hakimi var, 4 hakim. 56-cı suala baxırıq. 40 dəqiqə davam edən idman oyunları hansılardır? Basketbol və futzal. İkisi də təmiz vaxtla oynanılır. İkisi də 2 hissədən ibarətdir. Hər hissə 20 dəqiqə oynanılır. 57-ci suala diqqət yetiririk. Hansı idman oyununda oyuncuya zaman cəzası verilir? Bu, həndboldadır. Bunu biraz açıqlamasını verim. Yalnız həndbolda oyuncuya zaman cəzası verilir. Zaman cəzası nədir? Zaman cəzası bir oyuncuya 2 dəqiqəlik zaman cəzası verilir. Oyuncu qayda pozuntusu elədi. Hakim barmağı ilə 2 işarəsi göstərir. Yəni oyuncu oyundan 2 dəqiqəlik kənarlaşdırılır. 2 dəqiqə ərzində komanda azlıqda oynayır. Oyuncu birinci 2 dəqiqəlik edirsə gedir, 2 dəqiqədən sonra qayıda bilir. İkincini 2 dəqiqəliyinə getdi, yenə 2 dəqiqədən sonra komanda azlıqda oynayır, 2 dəqiqədən sonra həmən oyuncu qayıdır. Üçüncü səfər qayda pozanda hakim üçüncü bir oyuncuya nə qədər zaman cəzası verilir? Maksimum 3 dəfə zaman cəzası verilə bilir. Üçüncüdə isə oyuncu hakim 2 dəqiqəlik göstərir və ardından qırmızı kart göstərir. Komanda yenə 2 dəqiqə azlıqda oynayır. 2 dəqiqədən sonra isə həmən oyuncu meydana qayıda bilmir. Onun yerinə ehtiyatdan başqa bir oyuncu qayıdır. Bax, oyuncunun zaman cəzası deyilir. Burada oyuncunun zaman cəzası bir dənə həndboldadır ki, oyuncu birincidə və ikincidə zaman cəzasında qayıda bilir. Üçüncüdə isə qayıtmır. Qırmızı kart alır, oyundan bir dəfəlik kənarlaşdırılır. Onun yerinə 2 dəqiqədən sonra ehtiyatdan əgər varsa başqa bir oyuncu oyuna girir. 58-ci suala baxırıq. Hansı idman oyununda komandaya zaman cəzası verilir? Deməli, 57-də oyuncuya zaman cəzası verilirdi. 58-də komandaya zaman cəzası verilir. Bu futzaldır və həndboldur. Hər ikisində komanda 2 dəqiqə azlıqda oynayır. Burada bir nüans var. Futzalda əgər komanda qapısından qol buraxarsa 2 dəqiqədən tez
Bu zaman 2 dəqiqədən tez qol buraxarsa futzalda, bu zaman komandanın heyəti bərpa olur. Qaydalar belədir. 2 dəqiqədən tez komanda qapısından qol buraxar. Qol vuranda yox ha. Qol buraxarsa, azlıqda oynayan komanda qapısından qol buraxarsa, bu 2 dəqiqədən tez heyət bərpa olunur. Handbolda da yenə oyunçu 3-cü 2 dəqiqəliyini aldı, qırmızı kart aldısa da, birbaşa qırmızı kart aldısa, komanda 2 dəqiqə cəza olaraq azlıqda oynayır. Deməli, oyunçunun zaman cəzası deyilirsə, bu handboldadır təkcə. Amma komandanın zaman cəzası deyilirsə, bu futsal və handboldur. 59-cu suala baxırıq. Hansı idman oyunda oyunçular özləri oyunçu dəyişikliyi yerinə yetirir? Bu 3-3 basketboldur. 3-3 basketbolda bildiyiniz kimi məşqçi olmur. Hətta məşqçini meydanın kənarına gəlməyə də icazə verilmir. Məşqçi yalnız azarkeşlər arasında oturub izləyir. Bu zaman 3-3 basketbolda məhdudiyyət yoxdur və oyunçular özləri oyunçu dəyişikliyini yerinə yetirirlər. 60-cı suala baxırıq. Futbol oyunu minimum və maksimum neçə dəqiqə oynanılır? Minimum 90 dəqiqə, maksimum isə 120 dəqiqə oynanır. Bu nə deməkdir? Yəni əlavə hissələr. Maksimum deyəndə, yəni əlavə hissələr də nəzərdə tutulur. Minimum deyəndə, yəni əsas vaxt nəzərdə götürülür. Futbol 90 dəqiqə, əlavə hissələrlə maksimum 120 dəqiqədir. Futsal oyunu minimum və maksimum neçə dəqiqə oynanılır? Minimum 40 dəqiqədir, əsas vaxtdır. Maksimum 50 dəqiqədir, 2-5 dəqiqə əlavə hissələr oynanılarsa, bu zaman 50 dəqiqə oynanılır. Handbol idman növü minimum və maksimum neçə dəqiqədir? Minimum 60 dəqiqədir, 30-32 əsas hissə oynanılmalıdır. Bu zaman qalib müəyyən olunmazsa, 2-5 10 dəqiqəlik, 2-5 cəmi 10 dəqiqə oynanılır. Yəni 5 dəqiqə oynanılıbsa, növbəti 5 dəqiqədə oynanılmalıdır. Qalib yenə müəyyən olunmalısa, yenə 2-5 dəqiqəlik oyunlar keçirilir. Yəni cəmi 10 dəqiqə oyunlar. Deməli 60, 2-5 1, 2-5 2, 80 dəqiqə maksimum oynanılır. 63-cü suala baxırıq. Basketbol və voleybol meydançalarında hansı qurğuların ölçüləri eynidir? Maraqlı sualdır. Basketbolda lövhənin uzunluğu 1.80-dir. Voleybolda antenin uzunluğu eynidir, 1.80-dir. Basketbolda meydanın mərkəzi dairənin radiusu 1.80-dir. Radius 1.80-dir, diametri 3.60-dır. 64-cü sual və sonuncu sualdır. Texniki deməli, time-outla texniki time-outun fərqi nədədir? Time-out könüllüdür, istəyər komanda götürər, istəyər götürməz. Texniki time-out isə badmintondadır, bu məcburidir. Komandalardan biri 11-ci xala çatdısa, mütləq şəkildə texniki time-out 1 dəqiqəlik 60 saniyəlik texniki time-outa gedilir. Hər iki oyunçunun razılığı ilə gedilməyə bilər. Bu PDF-lərimizdən biri idi. Sadəcə idman oyunlarının oxşar cəhətləri, fərqli cəhətləri ilə bağlı hazırladığımız PDF-lərdən biri idi. Digər bunun kimi asan, qruplaşdırılmış, sistemləşdirilmiş PDF-ləri əldə etmək istəyirsinizsə, ekranda görünən Novruz Tağıyevin hazırladığı PDF-ləri əldə etmək istəyirsinizsə, ekranda görünən telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. İstəyirsiniz əldə edə bilərsiniz və yaxud da istəyirsiniz hazırlıqlara qoşula da bilərsiniz. Diqqətiniz üçün təşəkkür.